bütün Azərbaycanlıları hazırlığa çağırırıq. Ayıq olmağa çağırırıq. Hər kəs ayaqda olmalıdır. Bir dənə İran ərtəşi maşını, ərtəşi motoru, ərtəşi cipi, tankı, topu, müşəyi Azərbaycana doğru yönəlirsə, həmən qalxıb o varlığı, o demək ordu qrupunu məhv edib yerinə yeksan eləməliyik. Dişimizlə, dırnağımızla, əlimizdə nə varsa onu vurup yok eləməliyik, məhv eləməliyik. Bizim topraklarımızdan, bizim qardaşlarımıza kimsə savaş aça bilməz. Buna əsla və əbədə imkan verməyəcək. Bunu İran Fars işgal rejimi qəşəng bilsin. Deyil füzə, deyil muşək. Bir topança gülləsi belə açılsa, bütün dövlət binalarını basmalıyıq. Bütün dövlət mərkəzlərini, ordu mərkəzlərini, polis mərkəzlərini, bəsit, sipa, başçıları, şəhridarı, demək, fərmandarı, radyo, televizyon, nə varsa basıb ələ geçirməliyik. Bu bizim son savaşımızdır. Bu bizim qırmızı xəttimizdir. Azərbaycana, Amerikanla, İsraillə, Ərəbistanla, kiminlə nə məsələn vardı? Ləyaqətin var, üzən var, geçinən, həll eləkinə. Azərbaycana toxuna bilməzsən. Azərbaycana üzünü çevirə bilməzsən, gözün çıxadarıq, məhv eləyərək, səni yerindəcə yox eləyərək. Və bunu eləməliyik. Hər kəs buna hazır olmalıdır, ayıq olmalıdır.